Hörmətli və dəyərli cənab prezidentimiz İlham Əliyev cənabları, sizi salamlayıram. Biz Azərbaycan Respublikasının 37.500 şəhid ailəsi adından cənab prezidentimiz, siz deyirsiniz ki, məmur öz başınalıqlarına yox deyin, çəkin, paylaşın, işıqlandırın, şəhid ailələrinə olan haqsızlığa yox deyin. Devlət məmurlarına tapşırırsınız ki, şəhid ailələrini fərqləndirməyin. Şəhid ailələrinin, hətta yaxınlarının şikayət və müraciətinə baxın. Deməli, bu durduğum yer, əziz izləyicilərimiz, şəhid sevənlər, Azərbaycan Respublikasının Gəncə şəhəri Şəhidlər Xiyabanıdır. Deməli, bugün mən sizə bir şəhid bacısına olan haqsızlıqdan danışacağım. Deməli, bugün yaxınlaşıram şəhidimizin deməli, şəhid Məmməd kim oğludur? Abbasov. Məmmədov. Familiyası nədir? Abdullayev Məmməd Abbasov. Abdullayev Məmməd Abbasoğlu. Burada şəhid bacısı. Burada yazılıb ki, deməli 1958-ci ildə anadan olub. Bəli. Şəhid Məmməd neçənci ildə anadan olub? Mən şəhid bacısı Gülarə mənim ən çox narahat edən... Yox, sual verirəm. Şəhid Məmməd neçənci ildə anadan olub? Şəhid Məmməd 1961-ci ildə. Şəhid Məmməd 1961-ci ildə olub. 22 Dəyərli xalqım. 1961-ci. Burada yazılıb 1958-ci. Bir də burada yazılıb ki, 1995-ci ildə şəhid olub. Şəhid Məmməd şəhid bacısı neçənci ildə şəhid olub? 1992-ci ildə. 1992-ci ildə şəhid olub. Bəli. Şəhid Məmməd hardan anadan olub, haranın şəhididir? Gəncə şəhərindən anadan olub. Gəncə şəhərinin şəhididir. Bəli. Gəncə şəhərinin Şəhidlər Xiyabanında uyuyur da. Bəli. Məzarın üstə neçənci il yazılıb? Məzarında düzgün yazılıb, ancaq məzarında düzgün yazılıb. 1961-ci ildə anadan olub, 1992-ci ildə şəhid olub. Deməli, şəhid Məmməd, siz gəldiniz, şəhidinizin ziyarət eləyəndə gördünüz ki, burada qardaşınızın lövhəsində, plakatında səhvlik var. Bəli, səhvlik var. Bununla bağlı nə etdiniz? Bununla bağlı icra hakimiyyətinə getdim və orada Gəncə şəhər icra hakimiyyətinə getdim. Orada mənə kimsən deyəndə dedim, nə ilə bağlı gəlibsiz? Ayxan müəllim yox idi kabinetdə. Ayxan müəllim şəhid ailələri üzrə cənab prezidentimizin təyin elədiyi səlahiyyətli şəxsidir. Şəhid ailələrinin şikayət və müraciətinə baxan. Bəli. Buyurun. O öz otaqda yox idi. Mən biraz gec getmişdim. Dedilər ki, yoxdur, nə ilə bağlı gəlibsən, biz çatdıraq. Mən də dedim ki, bu qardaşım Şəhid Məmmədin tarixini, ölüm tarixini, doğum tarixini, şəhidət tarixini düzgün yazılmaması səbəbi kimsiz deyəndə dedim, bacısıyam. Onu deyən zaman mənə acı sözlər, təhqir şəhid. Acı sözlər təhqir olundu. Bəli, sən burada nə gəzirsən, sənin nə işin var, anası, yoldaşı dedim, yoldaşı durur, anam sözlər. Ana, ata vəfat edir. Bəli, dünyadan köçüblər. Mən anama əvəz gəlmişəm, sən burada... Bəs siz niyə demədiniz ki, cənab prezidentimiz deyib ki, hətta şəhidlərin yaxınlarının, ailə üzvlərinin və yaxınlarının şikayət və siz orada onlardan hər hansısa bir təzminat, pul istəmədiniz. Sadəcə şəhidin, bu şəhidimizin lövhəsinin düzgün yazılmasını və onu qeyd elədiniz. Sizə oranın Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, qəbul Ayxan müəllimin köməkçiləri dedi ki, siz şəhid ailəsi hesab olunmursınuz. Bəli, dedi, bacım burada nə işi var? Yəni, bacı, şəhid, qardaş bacısı hesab olunur. Və bacının haqqı yoxdur da, qardaşı. Axın, şəhid olanda bacı saçlarını yoldu, fəryad elədi, qarayalıq qaldı. Bizim də ağrısını çəkirik, axtarırıq. Bəli, göz yaşlarımız qurumur. Buna baxmayaraq, mən telefonda olan şəkli göstərdim. Yəni ki, həqiqət budur. Mən buna gəlmişəm deyəndə biraz özlərini sakitləşdilər. 2 dənə şəkli gətir, 2 şəkli gətirdim. Onun 15-ə. Onu gətirdim, onda da hali küllü çıxdım, getdim. Mən dedim ki, mən bura birinci səfər gəlirəm bu otağa. Sizin sıfatınıza görməyə gəlmirəm. Üzr istəyirəm sözümdən, ifadəmdən, acılı söz. Dedim, kövrək halda çıxdım, getdim. Ondan sonra bir həftədən sonra Ayxan müəllim qəbuluna vaxtı zamanında getdim. Gedən zaman Ayxan müəllim otaqda idi və
mən öz sözlərimi dedim. Deyən zaman gördüm ki, ətrafımdakı oturan xanımlar, bəylər bir-birlərinə baxıb gülümsüyürlər. Mən Gülürlər, lağ eləyirlər, gülürlər. Hərəkətlərindən gördüm belə. Mən sözümü dedim. Ayxan müəllim də sağ olsun dinlədi, qulaq asdı. Ancaq ki dedik qardaşımın, şəhid qardaşımın adını soruşdu, dəftərə qeyd elədi. Gördüm sakitçilik var. Uca mən bu gülümsəmələrə dözəmirəm. Təhqir olunmuş hesab Belə olunur. soruşdum Ayxan müəllim, onlar gedim. Dedi buyur get. Mən də özüm çözdüm gəldim. Demədi ki, bu haqsızlıq aradan götürüləcək. Heç bir söz Yəni deyilmədi. bəs siz niyə demədiniz ki, bunlar mənə deyir ki, sənin nə ixtiyarın var gəlib şəhidin Mən haqqını tələb. onlara- Axı mən şəhidin doğma bacısıyam, bir anadan, atadan Bəli. dünyaya gəlmişik. Öz təbiətidir. Hə, Mən orada ona görə də mübarizəyə getməmişəm. çox sağ olun Gülarə Mən xanım. mübarizəyə getməmişəm. Şəhid bacısı, Bəli. şəhid bacısı, siz şəhid ailəsisiz. Şəhidi şəhiddən ayırmaq olmaz. Cənab prezidentimiz, aidiyyatı orqanlar, hörmətli İlham Əliyev, sizi alladırlar. İcra hakimiyyətləri şəhid ailələrinlə qərəzlilik edirlər. Bax bu şəhidlərin qardaş bacısından, ailə üzvlərindən qərəzlilik edirlər. Sizi alır. Gəncə şəhərinin icra başçısı bu haqda tədbir görməlidir. Cənab prezidentim, şəhidin qardaş bacısı şəhid ailəsi hesab olunur, şəhidin yaxınıdır. Ona görə də onun hüququ var ki, o bacının gəlib bu şəhid qardaşının adının doğum tarixinin, doğum şəhadətnaməsi, ölüm tarixini tələb edibdi ki, niyə şəhidin necə deyirlər, lövhəsində bax burada 1961-ci ildə olub, 58-ci il yazılıb. 1992-ci ildə şəhid olub, 1995 yazılıb. Onu tələb edən şəhidin bacısına gülüb, lağ etmək nə dərəcədə düzgündür? Şəhid ailəsini, şəhidi şəhiddən ayırmaq nə dərəcədə? Bax, sizi salamlayıram. Gəncə şəhər şəhidlər xəbəri, dəyərli xalqım, paylaşın ki, şəhidi şəhiddən ayırmasınlar, şəhid ailələrinə haqsızlıq etməsinlər. Cənab prezidentimiz bütün aidiyyatı orqanlara tapşırıb ki, şəhid ailəsindən xoş davranın, yaşayış tərzini yaxşılaşdırın, şikayət və bura. Və bu şəhid bacısı Gülarə xanımın şikayət və müraciəti nədir? Nə istədi sizdən? Nə dedi? Niyə ona gülürsüz, lağ edirsiniz? Bu dərəcədə də haqsızlıq olarmı? Bu dərəcədə də özbaşınalı. Axı şəhid bizdən ötən şəhid oldu. Axı bunlar tarix yazdılar. Bunlar bizim cənab prezidentimiz sizlə baravar ölkəmizi xilas etdilər. Azərbaycanı, Axı bu şəhidin bacısı nəyə görə ağlamalıdır, fəryad eləməlidir? Niyə şəhid bacısına deyirsiniz ki, şəhid ailəsi deyilsiniz? Siz kimsiniz ki, gəlib burada şəhidin haqqını tələb edirsiniz? Şəhid bacısı deyiləm. Şəhidin bacısı bütün xalqımdır. Bütün əxlaqlı, namuslu ana bacılarım, şərəfli qadın və qardaşlarım, elmin igidləri, qəhrəmanları şəhid ailəsidir. Nə dedi sizə? Ona görə dəyərli xalqım, paylaşın, məmur özbaşınalığına, yox deyin bu haqsızlığa, yox deyin cənab prezident, 40-cı qapı açılsın. Dəyərli xalqım, səsimizə səs verin. Niyə şəhid ailələrindən haqsızlıq olur? Gülarə xanım, cənab prezidentimizə nə deyərsən? Cənab prezidentimizə Allah canını sağ eləsin. Bu bizi kimi aciz insanlara kömək eləsin. Şəhidi şəhiddən ayırmasınlar. Bəli, Şəhid bəli. qardaş bacısı tanınsın. Təhqirə məruz qalmayaq. Və bu cür məmurları öz vəzifəsindən azad etsin ki, şəhid ailəsindən. Bunlar bilsəmi, Gülarə xanım, sizə qarşı gəlmirlər, prezidentimizə qarşı gəlirlər. Bu cür məmurlar sizlə qərəzlilik eləmirlər, düşmənçilik eləmirlər. Bu şəhidlərin ailəsindən yox, cənab prezidentimizlə düşmənçilik edirlər. Hörmətli xalqım, hörmətli və dəyərli Azərbaycan xalqı, bax, görürsünüz, bu günlərim şəhidi şəhiddən ayrılırlar. Şəhidin bacısına deyirlər ki, sən şəhid ailəsi deyilsən. Kimsən ki, gəlib şəhidin doğum tarixini tələb edirsən və gəlib burada hər hansı və şikayət və müraciət. Bütün ölkələrdə şəhid qardaş bacı, qardaş Türkiyədə şəhidin qardaşı, bacısı, amcası, ablası, əmisi, dayısı şəhid ailəsi hesab olunur. Başqa ölkələrlə müqayisə eləmirəm. Şəhid subay olur, ata-ana vəfat edir. Bugün şəhid olanda bacı saçlarını yoldu, fəryad elədi. Qardaş onu çiynində apardı. Qardaşından oldu. Bu günlərin bu ölkədə deyirlər ki, şəhidin qardaş bacısına siz şəhid ailəsi deyilsiniz. Yəni bugün şəhid bacısı maddi sübut göstərdi ki, Gəncə şəhər icra hakimiyyətində şəhid bacısı təhqir olunub
ona qarşı haqsızlıq var. Çox sağ olun, təşəkkür edirəm. Paylaşan əllər var olsun. Allah razı olsun. Hər şey yaxşı olar şəhid bacısı. Səsmə səs verir. Sağ olun, sağ olun.